Müsahibimiz Vasim Mehmedəliyev, professor, əməkdar elm xadimi. Euzubillahimineşşeytanirracim buyruğu var ki, hər Quran oxumamışdan qabaq demək lazımdır. Cinlər, şeytanlar, bu nə deməkdir? Yoldan çıxartmasın deyə hər bir Quran oxumamışdır. Çünki Allahın adı çəkiləndə cin, şeytan qaçır, Allahdan qorxur. Ona görə də həm başqa fikirləri, dünya fikirlərini başdan çıxartmaq üçün, pis fikirləri həm başdan çıxarmaq üçün, həm şeytanın vəsvəsəsindən, cinin sədəməsindən qorunmaq üçün tam da bir varlıqdır. O şeytan tayfasından vaxtı ilə gedib çıxıb mələklər zümrəsinə, ibadətinə görə, amma səmimi olmayıb, sonra Allahın əmri ilə cənnətdən qovulub yer üzünə, insanlar arasında qiyamətə qədər Allah Taala'dan möhlət alıb ki, Allahın bəndələrini yoldan çıxarsın, yəni cin tayfası, cinlərdəndir və insanları pis yola sövq eləsin. Allah Taala da ona buyurub ki, mən sənə o möhləti verdim qiyamət gününə qədər, amma sən mənim təmiz, səmimi, müxlis bəndələrimi yoldan çıxarda bilməzsən. O adamların ki, qəlbində şək var, nifaq var, onları çıxarda bilərsən. Elə doğrudan da elə olur. Ona görə hər bir işə başlayanda Bismillahirrahmanirrahim demək lazımdır və Quran-ı Kərimi oxuyanda da Bəsmələdən əvvəl, Bismillahdan əvvəl Əuzubillahimineşşeytanirracim demək lazımdır ki, lənətlənmiş, qovulmuş Allah dərgahından, şeytandan Allaha pənah aparır. Bu işin müvəffəqiyyəti üçün, təmizliyi üçün bir növ rəhmdir.